Berlində məhkəmələr var. Araşdırın görün bu söz nə deməkdir. Berlində niyə məhkəmələr var? Bizdə də yaxşı söz var. A məhkəmə, məhkəmə. 2021-ci ildə Peter adlı bir investor batarya fabrikinin tikintisi üçün tender layihənin qalibi olur, qazanır. Və sonradan tikinti eləmək istədiyi yerdə, sahədə bir göldə qurbağanın yaşadığı məlum olur, yaşıl qurbağa. O qurbağa başqa yerdə yaşaya bilməz. Yaşıl bir qurbağa yaşayır. Heyvan qoruma haqları o qurbağanın orada müdafiəsini başlayırlar eləməyə ki, bu qurbağa başqa yerdə yaşaya bilməz. 39 milyon avroluq layihə bir yaşıl qurbağaya görə dayandırılır. Gülməli ola bilər, amma araşdırın özünüz. Bütün Avropada danışılır. Ona görə ki, Berlində məhkəmələr var. Bəli, sən kim olursan ol, Berlində məhkəmələr var. Bu, Avropanın dədədən babadan sözüdür. Hansı ki, o bataryalar Almaniyaya çox lazımdır. İstehsal eləyir, satır, vergi əldə eləyir, başqa ölkələrə satır. Ölkəyə nə qədər milyonlarla avro pul gəlir. Bir yaşıl qurbağaya görə layihə dayandırılır. Sizcə, Azərbaycanda qurbağanın qiyməti nə qədərdir? Berlində məhkəmələr var. Araşdırın görün bu söz nə deməkdir. Berlində niyə məhkəmələr var? Bizdə də yaxşı söz var. A məhkəmə, məhkəmə. 2021-ci ildə Peter adlı bir investor batarya fabrikinin tikintisi üçün tender layihənin qalibi olur, qazanır. Və sonradan tikinti eləmək istədiyi yerdə, sahədə bir göldə qurbağanın yaşadığı məlum olur, yaşıl qurbağa. O qurbağa başqa yerdə yaşaya bilməz. Yaşıl bir qurbağa yaşayır. Heyvan qoruma haqları o qurbağanın orada müdafiəsini başlayırlar eləməyə ki, bu qurbağa başqa yerdə yaşaya bilməz. 39 milyon avroluq layihə bir yaşıl qurbağaya görə dayandırılır. Gülməli ola bilər, amma araşdırın özünüz. Bütün Avropada danışılır. Ona görə ki, Berlində məhkəmələr var. Bəli, sən kim olursan ol, Berlində məhkəmələr var. Bu, Avropanın dədədən babadan sözüdür. Hansı ki, o bataryalar Almaniyaya çox lazımdır. İstehsal eləyir, satır.